Salam uşaqlar, hər vaxtınız xeyir. Namazov kitabımızla davam edirik. Mövzumuza keçməmişdən əvvəl, əgər kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olmağı və yaxınlarınızla paylaşmağı istəyirəm sizdən. Bugün sadə və mürəkkəb ədədlərin bütün variantlarına baxacaq. 4 variantdan ibarətdir. A variantı ilə başlayaq. Yazaq A variantı. Görə birinci sualda bizə nə deyir? Deyir 20-dən kiçik sadə ədədlərin cəminin 40%-ni tapın. Birinci biz nə eləməliyik? Birinci 20-dən kiçik sadə ədədləri biz tapmalıyıq. Gəlin elə geriyə doğru saydığımız zaman geriyə doğru sayaraq baxaq. Fokusda problem yaşayıram və alınmır. 19 17 16 sadə deyil, 15 sadə deyil, 14. Bu şəkildə geriyə gedərək yaza bilərsiniz. 3 və 2. 1-i yazmırıq, çünki 1 nə sadədir, nə də mürəkkəbdir. Həmən ədədlərin cəmini soruşur bizdən. Yəni 19, üstə gələk 17, 13, 11, 7, 5, 3, 2. Bunların hamısını topladığımız zaman edir 77. 77-nin 40%-ni soruşur bizdən. Yəni ədədin faizini soruşur. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərənə vurub 100-ə bölmək lazımdır. 77-ni 40-a vurub 100-ə böldüyümüz zaman edəcək 30,8. Bu da edəcək A variantı. İkinci sualımız. Bu dərslərin sadə və mürəkkəb ədədlərin, ümumiyyətlə mən birinci və ikinci hissəni iş dəftərindən 6-cı sinifdən söhbət gedir. 6-cı sinifin iş dəftərindən paylaşmışam. Düzdür, ikinci hissənin son 2 mövzusu qalıb, çalışacağım onu da paylaşım. Yəni tam hamısı səhifəmizdə olsun. Yəni bu dərslərin izahını orada vermişəm. Sadəcə Namazovdan paylaşım etmədiyim üçün çalışıram ki, bu yay ancaq Namazovu paylaşım edək ki, sentyabrdan da inşallah 7-ci siniflər üzrə paylaşımlarımızı davam etdirək. Ona görə də əgər dərsin izahına baxmaq istəyirsinizsə, elə yazın ki, iş dəftəri sadə və mürəkkəb ədədlər, həmən mövzular gələcək. Orada birinci izah etmişəm, sonra həll etmişəm. Burada belə birbaşa yazmağımın səbəbi ondan ibarətdir. Ola bilsin, mən heç kimsə əvvəldən izləməyib, indi qarşısına çıxıb. Ona görə bu məlumatı verdim. İkinci sualımıza keçirik. Deyir, hansı hasil ədədin sadə vurğuları ayrılışıdır? Biz ədədin sadə vurğuları ayrılışı zamanı bilirik ki, həmin bizim sadə vurğularımız adından göründüyü kimi sadə olmalıdır. Mürəkkəb olmalı deyil. Sadə ədədlər biz deyirik ki, yalnız birə və özünə bölünən ədədlər sadə ədədlərdir. Mürəkkəb ədədlər isə 2 və ya daha çox böləni olan ədədlərə mürəkkəb ədədlər deyirik. İndi burada fikir versəz, 9 mürəkkəb ədəddir. Çünki 9-u parçalamalıdır 3 vurulsun 3 kimi. 6-nı parçalamalıdır 2 vurulsun 3 kimi. Bu tərəfdə də 6 var. Belə göstərim sizə. Burada da 6 var. Bunu da 3 vurulsun 2 kimi parçalamalıdır. Fikir versəz, bir dənə 2-nin kubu 3-ün üstü 3, 2-nin kvadratı 3-ün kubu 7 və 11. Hər biri sadədir. Ona görə də variantımız C variantı olacaq. Üçüncü misalımız. Üçüncüdür, uyğun tərəfləri 2 rəqəmli mürəkkəb ədədlərlə ifadə olunmuşdur. Bu üç bucağın perimetrinin ən kiçik qiymətini santimetrlə ifadə edin. Üçbucağın tərəfləri 2 rəqəmli mürəkkəb ədədlərlə. Elə ən birinci başlayaq 2 rəqəmli mürəkkəb ədədlər. 10 götürək, 12 götürək, 14 götürək. Bu üçbucağın perimetrinin ən kiçik qiymətini hesablayın. Perimetrdə bilirik üçbucağın perimetri 3 tərəfinin cəmidir. Ona görə də bu da olacaq 36. Variantımız B variantı. Dördüncü misalda. 360 ədədinin sadə vurğulara ayrılmışdır. Hərflərə uyğun ədədlərin hasilini tapın. Yəni burada yazır 360 bərabərdir A üstündə 3 vurulsun 3 üstündə
Gəlin biz kənarda 360-ı sadə vurğulara ayıraq. Biz bilirik ki, sadə vurğulara ayrılış zamanı birinci 2-yə bölməyə baxırıq. Bölünürsə davam edirik, bölünmürsə 3-ə keçirik. O da bölünmürsə 5-ə, 7. Bu şəkildə davam edir. 360-ı 2-yə böldüyümüz zaman 180 edir. 2-yə böldüyümüz zaman 90. Bu şəkildə ardıcıllıq gedir. Həmən verilən sadə vurğular, bunlar sadə vurğulardır. Gəlin qüvvət şəklində qeyd edək. 2-nin kubu, çünki 2-dən 3 dənədir. Vurulsun 3-ün kvadratı, çünki 3-dən 2 dənədir. Vurulsun 5 üstündə 1, çünki 5-dən 1 dənədir. Burada fikir versəz, deməli, A-nın kubu 3 üstü 5, S üstü 1 yazılıb. Deməli, A-nın kubu nədir? A bərabərdir 2-yə. Çünki bax, A-nın kubu verir. Yəni, A 2-dir. 3 üstü B'dir. 3 üstündə 2, yəni B oldu 2. 5 üstündə 1, bu da oldu. S də bərabərdir 5-ə. Bizdən nəyə soruşur? Hərflərə uyğun ədədlərin hasilini tapın. Yəni 2 vurulsun 2 vurulsun 5-ə. 2-ni 2-yə vuranda 4, 4-ü 5-ə vurduğumuz zaman edir 20. Sadəcə burada cavab yoxdur. 20 olaraq qeyd edirik. Bax bu şəkildə. Ola bilsin ki, orada nəsə toplama bəlkə də demək istəyib. Toplama olduğu zaman olur, 9 edir. Bax, burada toplamanı soruşsa 9 edir. Amma hasilini soruşduğu üçün 20 edir. Burada da cavab yoxdur. Ola bilər ki, nəsə qarışıq düşüb. Keçdik 5-ci misalımıza. 60-ı sadə vurğulara ayrılışını verir bizə. Müxtəlif üsullandı sadə vurğulara ayrılışı. A plus B plus C cəmini soruşur ki, neçədir? 5-ə baxaq. Deməli, 60-ı biz ayırdığımız zaman A-ya yazaram 2, B-yə də yazaram 30. Çünki 2-ni 30-a vurduğum zaman 60 edir. 30-u sadə vurğulara ayırırıq yenə. 30-u 2-yə bölüb artıq özü 1-in ayırıb. Bura 2-dirsə, bura deməli 15 olmalıdır. Fikir versəz, bunları qeyd edim ki, bu bizə lazım olacaq. Elə aşağıda 3 ilə 5 vermişdi. Elə mən birbaşa bunun da 3-ü 5-ə vurub C-ni tapa bilərdim ki, 15-dir. Sadəcə mən yuxarıdan başladım bu şəkildə. İndi bizə deyir ki, A plus B plus C cəmini tapın. A-mız 2-dir. Yazaq A bərabərdir 2, B bərabərdir 30, C bərabərdir 15-ə. 2-nin üstünə 30, üstünə 15 gəldiyimiz zaman edəcək 47. Variantımız da olur C variantı. 6-cı sualla davam edirik. Olarsa boş xanaya yazılacaq ədədin sadə vurğulara ayrılışı aşağıdakılardan hansıdır? Bölünəni tapdığımız zaman biz bilirik ki, natamam qisməti bölənə vurub qalığı üzərinə gəlirik. Yəni 11 vurulsun 8, üstə gələk 2. 88-in üstünə 2 gəldiyimiz zaman edir 90. Gəlin 90-ı sadə vurğulara ayıraq. 2-yə böldüyümüz zaman bu şəkildə alınır. Kvadrat şəklində, daha doğrusu qüvvət üslü şəklində yazdığımız zaman da bu şəkildə yaza bilərik. İndi görək hansı aşağıdakılardan hansıdır? 2 üstü 1 də yazıda bilər, yazmaya da bilər. Mən sadəcə sizə göstərməkdən ötürü bu şəkildə yazdım. Elə cavabımız da B bəndi oldu. 7-ci sualımız. A vurulsun B bərabərdir 10-dur. A vurulsun B bərabərdir 10. B vurulsun C bərabərdir 14'dür. D vurulsun B bərabərdir 22 olarsa, A plus B vurulsun C çıxılsın D ifadəsinin qiymətini tapın. İndi gəlin burada nəyə baxmalıyıq, nəyə fikir veririk? Yazıb ki, A vurulsun B 10, bu şəkildə qeyd edim, açıq yazaq. İnşallah ki, burada fokusda problem yaşamırıq, çünki tez-tez baxa bilmirəm ora. Yenə də görsəz hansı hissə düşməyibsə, mənə təzədən deyərsiniz, sizin üçün eyb yox, çəkərəm. Baxırıq ki, A-nı B-yə vurub 10 alıb. Bu çox güman ki, ya 1 vurulsun 10 olmalıdır və yaxud 2 vurulsun 5 olmalıdır. Mən nədən bilməliyəm ki, nədir? Buradan bilməliyəm. Çünki B-ni C-yə vurub 14 amma 14 alıb. Deməli, B 2-dir. Gətirib yazıram yerinə. Buraya yazdıq 2. B 2-dirsə, deməli A 5-dir. 5-i 2-yə vurduğumuz zaman 10 edir. Harada B görürüksə B-ni yazırıq. D deməli əlbəttə ki 11-dir. C də 7-dir.
Bizə hamısını verdi. Gətirək burada yerinə yazaq. A üstə gələk B-də 5, üstə gələk 2, vurulsun 7, çıxılsın 11-ə. 5-in üstünə 2 gəldiyim zaman 7, 7-ni 7-yə vuranda 49, 49-dan da 11-i çıxdığımız zaman edər 38. Variantımız da deməli uşaqlar olacaq A variantı. 8-ci sual. Düzbucaqlının tərəfləri 2 rəqəmli sadə ədədlərlə ifadə olunub. Bu düzbucaqlının sahəsi ən azı neçə vahid kvadratdır? Ən azı neçə vahid kvadratdır deyə gətirib, məsələn, böyük rəqəmlərə istifadə etməyə ehtiyac yoxdur. Ən azı neçə vahid kvadrat metri soruşduğu üçün 2 rəqəmli sadə ədədlərdən söhbət getdiyi üçün sırayla elə 11 vurulsun 13 şəklində qeyd edə bilərəm. Bu da edəcək 143. Variantımız da deməli olacaq D variantı. 9-cu. 48 və 80 ədədlərinin ortaq sadə vurğularının hasilini tapın. Birinci biz nə etməliyik? 48 ilə 80-i sadə vurğulara ayırmalıyıq. Gəlin bu şəkildə qeyd edək. Ortaq sadə vurğular. Gəlin ortaqlarını da qeyd edək. Bax, bu şəkildə. Ortaqların qeyd etdik, yazaq. 2 vurulsun 2, vur 2, vur 2. Bu da edəcək 16. Ortaq sadə vurğularının hasilini soruşduğu üçün elə 16 B bəndi olacaq. Sonuncu, 10-cu misalımızı da qeyd edək. Mən bir dəqiqə misalları köçürüm. Misallar bir-bir hamısını köçürdəcəm. Sonra baxarıq bir şəkildə. Vaxt da getməsin. 2-nin kvadratı 3-ün kubu vurulsun 5-də uyğunluğu müəyyən edin. Cavabları alırıq. Bu nisbətlərdə, məsələn, bölmədə ola bilər, çıxmada, böyük, kiçik işarələrinə görə tapırıq ki, hansına uyğundur. A-nın qiymətini bir-birinə vurduğumuz zaman 540 alırıq. B-nin qiymətini bir-birinə vurduğumuz zaman 90 alırıq. Baxırıq ki, burada hansı uyğun gələ bilər. Hamısını bir-bir yoxlamaq lazımdır uşaqlar. Baxırıq ki, A B-yə bərabər deyil. Biri 540-dır, biri 90-dır. A-nı B-yə böləndə 6 edir. Həqiqətən də 540-ı 90-a böldüyümüz zaman 6 edir. Deməli, birinciyə B variantı uyğun gəlir. Sonra baxaq, B-ni A-ya böləndə 15 edir, olmaz. A böyükdür B-dən. Burada baxırıq ki, A B-dən böyükdür. Bəli, ona görə bir də D variantı uyğun gəlir. İkinci misalımız A bərabər 2 vurulsun 3-ün kvadratı, B də bərabərdir bu şəkildə. A-nın qiyməti edir 126, B də edir 126. 126 126-ya bərabərdir. Ona görə 2-yə olacaq A variantı. Üçüncüsü A bərabərdir. Görürsünüz, bir dəqiqə yazım. Göstərəcəm indi sizə. B də bərabərdir. Kub vur 7. Bərabərdir. Bu edir 150. Bu da edir 1500, 750. 1500 nə idi? 15750. Burada baxırıq ki, deməli, A kiçikdir Y-dən. Həqiqətən də A Y-dən kiçikdir. 3-ə də oldu Y variantı. Bax, bu şəkildə. Keçək B variantına. Birinci sualımız. 15 ilə 30 arasındakı sadə ədədlərin cəminin 60%-ni tapın. Və buradakı testlərdə uşaqlar A ilə B eyni testlərdir. C ilə də D eyni testlərdir. Əslində mən çox zaman istəyirəm ki, B-ni saxlayım, bu şəkildə məsələn göstərim sizə, özünüz yazasınız. Sonra deyirəm ki, yenə uşaqlar soruşar, birbaşa mən yazdım, amma siz çalışın ki, məsələn A-nın izahına baxırsınızsa uşaqlar, B-ni yazdığı zaman, bax, mən misala başlamamışdan əvvəl videonu dayandırın, siz özünüz həll edin. Sonra məsələn videonu təzədən başladın. Baxın görün mən necə həll eləmişəm. Sonda da variantların onsuz da qeyd eləyirəm də nə alırıqsa cavab olaraq. Baxın görün doğru almısınızmı? Yəni hamısını köçürtməyə çalışmayın. Yaxşı, mən burada məqsədim hamısını paylaşıb, götür oturuq, yazın gedin məktəbdə məsələn 5 aldım. Elə şey olmasın. Mən sadəcə izah etmək üçün bu belə kitabların həlli YouTube'da çox müəllim paylaşmadığı üçün mən həmişə qeyd eləmişəm ki, mən çalışıram ki, hansı kitablar yoxdursa, onlar üzərində daha çox işləyim. Görürsünüz ki, mən kitabdan o qədər də paylaşım etmirəm. Nə bilim, belə baxır da indi hansı kitablara.
Başa düşdünüz. İndi uşaqlar elə olur, məsələn, bir şagirdim var, daimi izləyicimdir. Təşəkkür edirəm ona da. 100% görəcək, biləcək məni. 7-ci sinifin məsələn dərslərini istəyir. Çalışacağam ki, onları başlayım paylaşmağa. Çünki yay tətilidir. 7-ci sinifə başlayanlar var. Onlar üçün rahat olacaq. Elə uşaq var ki, sadəcə mənim dilimi başa düşür. Bu hər müəllimdə fərqlidir. Hər şagirddə fərqlidir. Elə uşaq var ki, mənim dilimi başa düşmür. Nə qədər izah eləsəm də aydın olmur ona. Amma elə uşaq var ki, mənim dilimi başa düşür. Başqa müəllimin dilini başa düşmür və yaxud da əksinə, məni başa düşmür, başqa müəllim məni başa düşür. Hər kəsin dərsi qavraması da fərqlidir, anlaması da fərqlidir. Ona görə çalışdığımız qədər sizə dəstək oluruq. Siz də çalışın ki, özünüz üzərinizdə işləyin, hazıra qaçmayın. Birinci sualımız. 15 ilə 30 arasındakı sadə ədədlərin cəminin 60%-ni tapın. 15 ilə 30-un arasındakı sadə ədədlərimizi bura qeyd edək. 17 ilə birbaşa üstə gəlməklə yazacağım. 19, 23 və 29. Topladığımız zaman edir 88. 88-in 60%-i yenə qeyd etmişdik ki, ədədin faizini tapmaq üçün ədədi faiz göstərənə vurub 100-ə bölmək lazımdır. Bu da edəcək 52.8 variant C variantı. İkinci sualımız vurğulara ayrılışı deyil. Baxırıq ki, burada hamısı sadə ədədlərdir. Burada isə 6 var, mürəkkəb ədəddir, ona görə ola bilməz. Üçüncü, üstbucağın tərəfləri iki rəqəmli mürəkkəb ədədlərlə ifadə olunmuşdur. Ən böyük qiymətini soruşur bizdən. Artıq ən böyük qiymətini soruşduğu üçün, mürəkkəb ədəd və iki rəqəmlini soruşduğu üçün uşaqlar yazırıq 99, 98 və 96. Topladığımız zaman edir 243. Çünki perimetrin soruşurdu. Edir A variantı. Dördüncü sualımız. 4-də qeyd edir. 1800 ədədi sadə vurğulara ayrılmışdır. Yazılıb 2 üstündə A, B-nin kvadratı vurulsun C-nin kvadratı. Birinci gəlin 1800-ü sadə vurğulara ayıraq. 2-yə böldüyümüz zaman 900. Sizin də başınızı çox ağrıtmayayım deyə bu şəkildə qeyd etdik. Yazaq 1, 2, 3, 4 vurulsun 1. Burada niyə 2 dənə 3 yoxdur? Çünki uşaqlar 450-ni 2-yə böləndə 150 eləmir. Mən niyə 3-ə bölmüşəm ki? Dördüncü sual təzədən yazıram. Burada yer yoxdur. Siz də hesab edin. Bəzən belə səhvlər olur. Dördüncü sualı buradan yazıram. 1800 yazıb bərabərdir 2 üstündə A, B-nin kvadratı, C-nin kvadratı. 1800-ü sadə vurğulara ayıraq. 45-ə o qədər alışmışıqsa 3-ə bölüb 15 yazmağa. 900 2-yə böləndə 450, 2-yə böləndə 225, 3-ə böləndə bu şəkildə. 1, 2, 3 vurulsun 1, 2, yəni 3-ün kvadratı vurulsun 5-in kvadratı. İndi baxırıq, burada A bərabərdir 3-ə, B bərabərdir yenə 3-ə, çünki 2 üstündə A. 2 üstündə A 3-dür. 3-ün kvadratı kvadratdır, deməli B 3-dür. 5-in kvadratı deməli C 5-dir. Hərflərə uyğun ədədlərin cəmini istəyir bizdən. 3 üstə gələk 3, üstə gələk 5 bərabərdir 11-ə. Variantımız da olur B variantı. 5-ci sualda yenə eyni qayda ilə. Mən buradan məsələn taparam ki, C 5-dir. Çünki 5-i 7-yə vurduğum zaman 35 alıram. B-ni tapmaq üçün 35-i deməli 3-ə vurduğumuz zaman edəcək 105. B bərabərdir 105-ə. A da bərabərdir 105-i 2-yə vurduğumuz zaman edəcək 210. Mən niyə bu telefonda bu gün belə problem yaşadım bilmədim. Və bu şəkildə yazdıq. A plus B plus C cəmini soruşduğu üçün 5 üstə gələk 105, üstə gələk 210, bu da edər 320. Variantımız A variantı. 6-cı misal.
yenə boşxana yazılacaq ədədin sadə vurğular ayrılışı hansıdır? Bölünəni tapmaq üçün natamam qisməti vururuq bölənə, üzərinə gəlirik qalığı. Bu da edir 600. 600-ü gəlin sadə vurğulara ayıraq. Qüvvət şəklində göstərək. Baxaq görək hansına uyğun gəlir. C variantına uyğundur. 7-ci sual. M vurulsun N 65 ilə bu şəkildə yazaq ki, bir də gəlin birinci bu qiymətlərini tapaq, sonra ifadəni yerinə yazarıq. Baxırıq ki, biz burada ən asan hansını tapa bilərik? Baxarıq ki, 7-ni 5-ə vuranda 35 eləyər. Mən bunu bilirəm. Amma hansı 7-dir, hansı 5-dir? Onu tapmaqdan ötürü nə etməliyik? Baxmalıyıq ki, buradakı n ilə buradakı n eynidir. Onsuz da bilirik ki, y 11-dir. Bu mütləq ki 11-dir. Deməli, n 5-dir. N 5-dir, n 5-dir. Deməli, k nə olacaq? K olacaq 7. M-imiz isə 65-i 5'e böldüğümüz zaman bu niye fokusda belə olur? Deməli M də olur 13. Niyə belə olur? Aha. İndi qiymətini yazaq. İfadəni yazaq daha doğrusu. M minus N vurulsun K çıxılsın Y. Gətirək yerinə qoyaq. 13 çıxılsın 5 vurulsun K 7 çıxılsın 11 bərabərdir. 13-dən 5'e çıxdığımız zaman 8, 8'i 7'ye vuranda 56, 56'dan da 11 çıxdığımız zaman edəcək 45. Cavabımız B bəndi. 8-ci tapşırıq. Düzbucaqlının tərəfləri 2 rəqəmli sadə ədədlərlə ifadə olunub. Bu düzbucaqlının sahəsi ən çoxu neçə kvadrat? Ən çoxu neçə kvadratdır? 2 rəqəmli, bunu oxumuşduq. Aha, sadə ədədlər ifadə olunub. Bu düzbucağın sahəsi ən çoxu neçə vahid kvadratdır? Deməli, 97 vurulsun 89 sadə ədədlər soruşduğu üçün bu da edəcək 8633 kvadrat. 9-cu misal 60 və 90 ədədlərinin ortaq sadə vurğularının hasili 60-dan 90'ı sadə vurğulara ayıraq. Ortaqlarını qeyd edək. Variantımız da olsun D variantı. Gəldik B bəndinin sonuncu ifadəsinə. Birincidə A bərabərdir 2'nin kvadratı 3, 5. B bərabərdir 2, 6, 5. A bəndində bu edir 60, bu da edir 60. Deməli, A B-yə bərabərdir. Birinci uyğun gələcək C. 1 C. İkinci misalımız. Birincinin cavab edir 1176, ikinci de edir 84. Baxırıq ki, A böyükdür B-dən. Bəli, A B-dən böyükdür. Ona görə 2'yə A-nı qeyd etmək olar. B-ni A-ya böldüyümüz zaman 18 edir. Bu doğru gəlməz. Bir də baxırıq ki, A-nı B-yə böləndə 14 edir. Həqiqətən 1176-nı 84'ə böldüyümüz zaman 14 edir. Ona görə 2'yə həm də Y uyğun gələcək. Ən sonuncu misalı. Yox, 3'ün kubu 5 vurulsun 7. Bu edəcək 420, bu edəcək 7560.
Baxırıq ki, burada B A-dan böyükdür, yəni A kiçikdir D-dən. 3 olur D bəndi. Burada da bir də B uyğun gəlir. Çünki 7560-ı 420-yə böldüyümüz zaman 18-i alırıq. Bax, bu da belə tamamlandı. İndi isə keçək C variantına. Ədədləri sadə vurğulara ayırın və ortaq sadə vurğuları göstərin. Elə gəlin, bu yaxşıdır ki, üzərində yazmaq olur. 3-ə böldüyümüz zaman 51, 3-ə böləndə 17, 2-yə böləndə 351, ortaqların qeyd edək. Deməli, ortaq 2-dir, 3-dür, bir dənə də 3-dür. 2 vurulsun 3, vurulsun 3. Bugün ancaq fokusla bağlı problem yaşayıram. Cavabımız oldu 18. 616 və 396 ədədlərin sadə vurğulara ayırın və orta sadə vurğuların cəmini tapın. Gəlin sadə vurğulara burada ayıraq. 308 oxuyuram, birdən xəttimi başa düşmərsiniz. 308-i 2-yə böldüyümüz zaman 154, 2-yə böldüyümüz zaman 77, 7-yə də böləndə 11, 1 şəklində qeyd olunur. 396-nı 2-yə böldüyümüz zaman 198, 2-yə böləndə 99, 3-ə böldüyümüz zaman 33, yenə 3-ə böləndə 11, 11-i də 11-ə böləndə 1 ortaqlarını qeyd edirik. 2, bir də 11. Cəmin soruşduğu üçün 2 üstə gələk 2, üstə gələk 11. Bu edəcək 15. 85 almanı qablara eyni sayda qoymaq lazımdır. Almaları qoymaq üçün ən azı neçə qab lazımdır? Bu halda hər qabda neçə alma olar? Biz birinci 85-i sadə vurğulara ayırmalıyıq. Bu edəcək 5, 17, 17-yə 1. Ən azı neçə dənə qab lazımdır? Ən azı 5 qaba 17 alma olmaqla. Ən azı 5 qabdır. Hər qabın içərisində də 17 dənə alma qoymaq olar. Rəqəmləri müxtəlif olan 4 rəqəmli ədədi 2-nin bölünəni olduqda cəminin ən kiçik qiymətini tapın və alınan ədədi sadə vurğulara ayırın. Ən kiçik qiymətini soruşduğu üçün biz həmən məsələn bu ədədimizi götürərək 1072. 1072-ni də sadə vurğulara ayırdığımız zaman 2 üstündə 4 vurulsun 67 edir. Sadə vurğular bu şəkildə ayrılır. Cəmi isə 0 üstə gələk 2 bərabərdir 2 edir. Yəni burada kvadratın yerinə 0 yazırıq. 3 bucağın yerinə 2 qeyd edirik. Bu olarsa ABC cəmini soruşun. Deməli, bura 55-dirsə C 11-dir. 3-ü 55-ə Demək, 3-ü 55-ə vurduğumuz zaman B olacaq 165. 165-i də 2-yə vurduğumuz zaman A olacaq 330. Cəmin soruşduğu üçün edər 506. Ədədin sadə vurğulara ayrılışından istifadə edərək onun bütün bölənlərini tapın. Bax, çox uşaq bunu nəyə görə qarışdırır? Siz ədədi onsuz da bir-birinə vurub alada bilərsiniz bu şəkildə. Amma verilənlərdən də yola çıxa bilərsiniz. Məsələn, bunu deyək ki, biz bilirik ki, hər bir ədədin bölənlərini yazdığımız zaman mütləq ki, biri qeyd edirik. Onsuz da oldu, olmadı. Çünki ən sonunda yenə biri alınır. Götürə bilərik 2-ni. 2-ni 2-yə vurub 4-ü götürə bilərsən. 2-ni 11-ə vurub 22-ni götürə bilərsən. Deməli, 2-ni 2-yə vurub 4, 4-ü 11-ə vurub 44 şəklində yaza bilərsən. Deməli, sənin həmin ədədin 44 imiş. 44, məsələn, tək 11-in özündə götürə bilərsən. 44-ün bölənləri 1-dir, 2-dir, 4-dir, 22-dir, 11-dir, bir də 44-ün özüdür. Bax, bu şəkildə. Elə ədədimiz də bu 44 edir. Digər tərəfdən yenə 1-dir, 3-dür, 5-dir. Bunu bildik. 3-ü 5-ə vuranda 15, 5-i 5-ə vurduğumuz zaman 25, 3-ü 5-ə vurub 5-ə də vurduğumuz zaman edir 75. Bir də 75-in özü uyğun gəlir. Perimetr 39 vahid olan bərabər yanlı üçbucağın bütün tərəfləri sadə ədədlərlə ifadə olunur. Bu üçbucağın tərəflərini
tapın. Baxın uşaqlar, biz bilirik ki, bərabər yanlı üçbucağın bütün tərəfləri bərabər yanlıdan söhbət gedirsə, yəni bütün tərəfləri sadə ədədlərdən ibarətdir. Bərabər yanlıdırsa, deməli bunun 2 dənəsi bərabər yanlıdır. O zaman mən yazaram ki, məsələn 2A üstə gələk B bərabərdir 39 şəklində bunu yadımızda saxlayırıq. Yəni 2 dənəsi eyni olmalıdır, bir dənəsi fərqli olmalıdır, cəmi 39 eləməlidir və həm də sadə ədədlər olmalıdır. Bunlar da hamısını bir-bir, məsələn bu şəkildə 11 üstə 11 üstə 17 39 edir. 17 üstə gələk 17 üstə gələk 5. Daha bu şəkildə 39 edir və yaxud da bütün tərəfləri məsələn yenə eyni götürsək 13 üstə 13 üstə 13 də 39 edir. Boş xanalara uyğun ədədləri yazın. Biri nümunə kimi burada sizə göstərir, digər tərəfi sizin yazmağınızı istəyir. 36-nı necə yazaram? Deyək ki, 36-nı yazarıq 1 vurulsun 36 kimi və yaxud da 2 vurulsun 18 kimi və yaxud da 2 vurulsun 2 vurulsun 9 kimi. Yazaq 1 vurulsun 18. Buradan da qeyd edək. Deməli 1 vurulsun 36. 1 nə idi? 2 vurulsun 18-ə. Buradan da qeyd edək. 2-ni 18-ə vuranda 36 edir. Həmən bu 2 olduğu kimi gəlir bura. 19 isə 18 isə parçalanır. 2 vurulsun 9 kimi bölə bilərik. Çünki sadə vurğulara ayırdığım zaman mən birinci 12-ni 2-yə bölməliyəm, 18-i 2-yə bölməliyəm. Bu edəcək 2 vurulsun 2 vurulsun 9 şəklində. 2 olduğu kimi yenə qaldı. 2 olduğu kimi yenə qaldı. 9-lar isə 3 vurulsun 3 şəklində qeyd olundu. 90-da yazaq. 90-ı məsələn biz götürək 1 vurulsun 90 kimi əvvəlin. İkinci tərəfdən 2 vurulsun 45 kimi yazarım. Burada da qeyd edək. 2 olduğu kimi qaldı. 45-i 3 vurulsun 15 kimi yazarım. Yenə 2 qaldı, 3 qaldı. 15-i də 3 vurulsun 5 kimi qeyd edərəm. Deyir, doğru bərabərlikləri göstərin. 82 üstündə deməli yazılıb 3, 5-in kvadratı. Bunu biz birinci sadə vurğulara ayırmalıyıq. Sonra gəlin bunu vərəqdə yazaq. Çünki burada yerimiz çatmayacaq. Nəsə bugün ancaq uşaqlar fokusla bağlı problem yaşayırıq. Heç vaxt belə olmayıb. Nəticə bugünə özəldir. Üzrü hesab edin. İnşallah ki hamısı aydın görsənər sizə. Gəlin birinci 80 sadə vurğulara ayıraq. İki üstündə 4, 5 üstündə 1 olmalıdır. Deməli 1 səhvdir. 1 səhvdir, düzünü də yazıram. 2 üstündə 4 vurulsun, 5 üstündə 1 olmalıdır. 84 də yenə eyni qayda ilə, yəni hamısını sadə vurğulara ayırırsınız. Buradan belə vaxt getməsin deyə bu şəkildə qeyd edirəm. 84 doğrudur. Bu səhv idi, bu doğrudur. Üçüncü misalda 632 vurulsun 3-ün kvadratı 5 vurulsun 7-dir. Bu da doğrudur. Dördüncü misalımız deməli səhvdir. Səhvdir, doğrusunu qeyd edirik. 2 üstündə 1, 5 vurulsun 11 şəklində. 5-ci 270 doğrudur. 1200 isə bu şəkildə buradan qeyd edeyim. Olur 2 üstündə 4, 5-in kvadratı 3 üstündə 1. Bizdən doğrunu soruşduğu üçün 2, 3, 5. 2, 3, 5 bu da B bəndinə uyğun gəlir. Birinci sualımızda belə qeyd edək. A bərabərdir, B bərabərdir. Dəftərdə yazır, vaxt getməsin. A edir 126, B edir 60. İkinci misalımızda A-nın B-nin hamısını yazaq. Sonra qeyd edək. Bu edir 140, bu edir 350 və 3 sonuncu A bərabərdir, B bərabərdir. 594, bu da 594. 1, 2, 3 şəklində qeyd edək. Deməli, 126
Üstə gələk 60 eləyəndə edir 186. Burada 186 yoxdur. Baxaq 126-dan 60-ı çıxanda edəcək 66. Deməli 1-ə C uyğun gələ bilər və yaxud da A B-dən böyükdür. 1-ə C ilə Y uyğun gəlir. İkincisində biri 140-dır, 350. 350-nin üstünə deməli 140 gəldiyimiz zaman 490 edər. Bu edər A variantı. Çıxdığımız zaman B-ni A-ya böldüyümüz zaman D-də uyğun gəlir. Çünki 350-ni 140-a böldüyüm zaman 2,5 edir. Üçüncüyə də B bəndi uyğun gəldi. Və sonuncu variantımıza gəldik uşaqlar. Yenə burada ortaq sadə vurğuları göstərini qeyd edir. Gəlin birinci sadə vurğuları ayıraq. Dəhşət uşaqlar. Bugün niyə belə olur bilmirəm. 27 çalışdığım qədər tez-tez baxıram ki, siz də tam görə biləsiniz. 144-ü 2-yə böləndə ortaqlarını qeyd edək. Oldu 2. Hasilini soruşur, yoxsa ortaq sadə vurğuların göstərir. Hə, ortaq sadə vurğuları 2-dir, 2-dir, 3-dür və 3-dür. 84 və 210 ədədlərini sadə vurğulara ayırın və ortaq sadə vurğuların hasilini tapın. Burada artıq hasil soruşur bizdən. Bu şəkildə ortaqlarını qeyd edək. Hasili 42-dir. Bu da gördüyünüz kimi C variantı ilə eyni suallardır. 143 yumurtanın səbətləri eyni sayda qoymaq lazımdır. Yumurtaları qoymaq üçün ən çoxu neçə səbət lazımdır? Bu halda hər səbətdə neçə yumurta olar? 143-ü birinci sadə vurğulara ayırırıq. 11, 13, 13, 1 şəklində. Ən çoxu neçə səbət lazımdır? Ən çoxu 13 səbət. Hər səbətdə 11 yumurta. Rəqəmləri müxtəlif olan 4 rəqəmli ədədi 2-nin böləni olduqda cəminin ən böyük qiyməti tapın və alınan ədədləri sadə vurğulara ayırın. Həmən qiymətimiz bizim 2968-dir. Sadə vurğulara ayırdığımız zaman bu şəkildə qeyd olunur. Deməli bizim 3 bucağımız edir 9, kvadratımız edir 8. 9-un üstünə 8-i gəldiyimiz zaman 17. Baxırıq ki, burada K 77-dir. N 77-ni 5-ə vurduğumuz zaman 385. 385-i də 3-ə vurduğumuz zaman 1155. Cəmin soruşduğu üçün M üstə gələk N üstə K-nı elə birbaşa cavabını yazaram 1617. Yenə də siz hər ehtimala çalışın ki, o toplamandır, çıxmadır, belə ifadələri təzədən öz-üzdə yazın. Çünki hər dəfə təkrarçılıq kimi də çıxır deyirəm. Gec yazdığım üçün bəzən yorulur beyin. Ədədin sadə vurğuları ayrıcından istifadə edərək yenə bölənlərin yazırıq. 1-dir, 2-dir, 7-dir, 14-dür, 7-ni 7-yə vuranda 49-dur, bir də 98-dir. Burada 1-dir, 3-dür, 5-dir, 7-dir, 15-dir, 21-dir, 35-dir və 105-in özüdür. Çünki ədədimiz elə 105-dir. Perimetri 61 vahid olan bərabər yanlı üçbucağın bütün tərəfləri sadə ədədlərlə ifadə olunur. Bu üçbucağın tərəflərini tapın. Perimetri 61 vahiddir. Üçbucaqdan söhbət gedir. Yəni topladığımız zaman bunlar 61 etməlidir. Həmin ədədlərimiz 19 bərabər yanlı dediyi üçün 2 dənəsi mütləq eyni olmalıdır. Və yaxud 29 3 şəklində qeyd edə bilərik. Boş dairələrə uyğun ədədləri deyir yazın. Yazaq 1 vurulsun 462.
1 vurulsun 462 və yaxud da 2 vurulsun 231 yaza bilərəm. Bu şəkildə də qeyd edə bilərsiniz. 2 olduğu kimi qalar. 231-i sadə vurğulara ayırdığımız zaman 3 vurulsun 77 kimi yaza bilərəm. 2 ilə 3 yenə qalar. 7 vurulsun 11 kimi yaza bilərəm. 770 yenə 1 vurulsun 770 qalır. 2-yə böldüyümüz zaman 385. 2 olduğu kimi qalacaq. 385 5-ə bölünəcək 77. 2 5 olduğu kimi qalacaq. 7 vurulsun 11 qeyd olunacaq. Doğru olmayan bərabərlikləri göstərin. Deməli, birinci ifadəmiz doğrudur. İkinci ifadəmiz yanlışdır. Doğrusu necə olmalıdır? Doğrusu 2 üstündə 4 vurulsun 13 olmalıdır. Deməli, 2 səhvdir. Üçüncü ifadəmiz doğrudur. Dördüncü ifadəmiz necə olmalıdır? 2-nin kvadratı vurulsun 79 olmalıdır. Bu da səhvdir. 5 doğrudur. 6-cı isə necə olmalıdır? 2-nin kubu 3 vurulsun 7 şəklində. Doğru səhvləri soruşur bizdən. 2, 4, 6. Və sonuncu misalımız. Yazaq birincinin m-ni. Birincinin m-i 132-dir. 66. İkincinin m-i n-i. M-i n-ə böldüyümüz zaman 2 alırıq. 132-ni 66-ya böləndə 2 edir. 1-ə A variantı uyğun gəlir. Birinci ən tez olanları tapaq. Sonra 2-yə C uyğun gəlir. 3-ə də deməli Y uyğun gəlir. Topladığımız zaman edir 660. Bir də M n-dən kiçikdir. Y ilə B. Və bir də uşaqlar m-n 66 ilə birinciyə uyğundur. 132-dən 66-dan çıxdığımız zaman elə 66 edir. Bax, bu şəkildə uşaqlar. Fokusda problem yaşadığım üçün hər kəsdən üzr istəyirəm. Yəni də çalışdığım qədər tez-tez baxırdım ki, fokuslanmanı düzəldim. Görsəz hansı hissə düşməyibsə, deyərsiniz təzədən çəkərəm.